Yeni bir gündən salamlar. Bir dənə video başladım dedim. Buranı da açıq qoymuşam. Belə dağınıq görünür, amma əslində yığışdırmışam hər yeri. Bir dənə tortum var, onu bəzəyim. Bunları da axşamdan qoymuşam qurusun deyə. Hamısı quruyub. Gətirim bunları, taxım çöplərə. Tortun şəkillərini kəsdim, inansız. Tortu sıvamaq qədər şəkilləri də kəsmək vaxt aparır. 3 rəngli tortumuz. Vlog başladım. Sonra günümüzə davam eləyək. Elə bir buralarda qab-qaşıq yoxdur. Bir dənə əlimdən çıxanlardır. Buraları silib təmizləmişəm. Hələ süpürüb silməmişəm. Yuyacağım stol dəsmalları var. Hamısı orada məni gözləyir. Hər yer, yəni yerlər hələ ki toz soranlanmayıbdı. Dedim tortu tez hazırlayayım, çünki bağçaya getməlidir. Tortu hazırlayayım, göndərim, sonra keçək işlərimizə. Hazırlaşdıq, İnci ilə çıxırıq imtahandan sonra bir gün özünə istirahət verdi. Gedirik, bilmirəm hara gedirik. Hazırlaşdıq belə. Gedək biraz onu gəzdirək. Burada bunun qırıntıları tökülür. Cipsdəndir. Bu şəkildə hazırlaşdıq, gedirik. Bulutların gözəlliyi çox gözəldilər. Bunlara baxanda içim fərəhlənir. İnci, bulutlara baxanda xoşbəxtlik hormonu məndə çoxalır. Səndə nələrdir? Fərq eləmir səndən ötürü. Dəlisən, ona bax nə gözəldir. Onu oradan tutmuşsan ki, aşağıdan tutsan biraz. Mən buradan qoyardım, deyəm. Mənim belə son rəngdəyəm. Nə vaxt hazırlanır son rəngdə onu? Qızlar getmək lazımdır da. Nə? İnci ilə Binəqədiyə getdik. Binəqədi mərkəzə. Gəldik Binəqədi mala. Əslində deyəsən bunlar Diva mağazasının geyimlərdir. Çünki baxıram hər iki yerdə eyni geyimlər var. Bu şalvarlar xoşumuza gəldi. 9 manata qoymuşdular. Qəşəng nazik materialı var idi yay üçün geyinməyə. Baxdım belə, rəngləri də çox gözəl idi. Axır bir dənə rəngə qərar verdim. Seçdim, getdim, geyindim. Amma ki qızlar çox belə ətə yapışırdı yuxarıları. Ona görə götürmədim. Yəni bəyənmədim də, belə deyim. İnci də götürmüşdü ağ rəngini. Deyirdi ki, S razmeri onsuzdan nəyini geyinim. Sonra mən geyinib baxandan sonra yaxşı ki də geyindim, baxdım. Çünki dediyim kimi yuxarısı pis görünürdü. Ona görə o da qoydu. Götürmədik, amma belə malı çox gözəl idi. Material çox gözəl idi. Yayda adamı tərlətməyəcək bir şey idi. Belə qəşəng rəngdə, gözəl materialda koftalar var idi. Amma ki hamısının ya yuxarısı açıq idi, ya göbəyi açıq idi. Sanki necə deyərlər, belə açıq-saçıqlığı təbliğ eləyirlər. Heç xoşum gəlmir mənim belə geyimlərdən. Elə də təbliğ eləyiblər ki, yeni nəsil də elə bilir, sanki belə də olmalıdır. Deyirəm ki, buna bax, material nə gözəldir, üstü başı açıqdır. Deyirəm, amma nəyə açıqdır ki, normaldır da. O qədər uşaqların gözlərinə belə şeyləri göstəriblər, o qədər önlərinə çıxardıblar ki, video şəklində. Uşaq da elə bilir ki, elə bunlar normaldır, hamı da belə geyinməlidir. Nəsə, Allah axırımızı xeyir eləsin. Gedək Divaya baxaq. Brent House-da da qəşəng şeylər var. Brent House-dan. Bir də kartoful bura. Deyirəm, qaz vurmaqdan canım nətər tutardı. 2 gündən bir qaz doldururdu. Uşaq paltarlarının gözəlliyi. Buranın uşaq paltarları çox qəşəng olur. Rənglər, zatlar super. Buna var, mən getdiyim ucuzluqda 4 manat olan çantalar, burada 7 manatdır. Nə? Və bu paltarlarına mı? Buna.
Bunlardan ötürü də arxadan atılan çıxardıqları. Aha, nasıl etki? Belə üstünə şərf kimi qoymurlar. Güya ki, belinə kofta tullayıb. Ha. Sınır da. Şu yan uşağı da gəlib olmalıda. Gedək. Gəldik Brent House-a. Axır vaxtlar bu şapkalardan xoşum gəlir. O da nəyə görə? Gün çıxandan gün üzümə vurur. Üzüm ləkələnib deyə nəsə belə şapkalara qarşı marağım artıbdı. Hə qızlar, o gün qarşıma bir video çıxıbdı. Instagramda ya TikTokda baxıram göstərir bizdə satılan paltarlar, xaricdə satılan paltarlar. Bizdə satılan paltarlar siz də mənə bağışlayın da bədənin bütün girintilərinə, çıxıntılarına girib. Güya şortikdir da, şortikovdadır. Xaricdə baxsan necə gözəl geyiniblər, necə gözəl modellərin üzərində paltar nümayiş elətdirirlər. Bizimkilər də ki ancaq elə bil bu nə bilim da nə üçün paltar satırlar bilinmir. Şəhərə çıxanda baxsan ki elə bir yəni paltar geyinən də yoxdur bir elə. Bəlkə də biz elə də lap mərkəzdə qalmırıq, elə açıq-saçıq geyinənləri görmürük. Amma ki yəni bu TikTokdadır, nə bilim manekenlərin əynindədir. Baxırsan ki çox belə pis, açıq-saçıq, insana biədəb yaraşan, adamın bütün cizgilərini bildirən paltarlar var. Uşaqlar da elə bilir ki normalı budur da, belə də olmalıdır. Allah axırımızı xeyir eləsin. Bilmirəm axırımız hara gedir, amma mağazalara da girirsən ki elə pis paltarlar satılmır. Amma niyəsə ekranlardan bu açıq-saçıqlıq yığışdırılmır. İnci dedi, gedək biraz da Azadlığa baxaq, oradakı mağazalara baxaq. Ona görə oturduq 133-ə gedirik Azadlığa. Orada da mağazaları gəzmək istəyir. Özünə neçə aylardan sonra vaxt ayıra bilibdi. İstəyir ki, bütün günü gəzsin, hərlənsin. Mən də xətrinə dəymədim. Azadlıqda da biraz gəzdikdən sonra keçdik, oturduq İnci sofrası restoranında. İncinin yenə istəklərini sifariş elədik. Qabaqdan dönər istədi. Sonra da Adana kebab sifariş verdim. Adana kebab istədi. Oturduq. Ləzzətli idi yeməkləri də, dönərləri vəbşi ləzzətli idi, çox xoşuma gəldi. Sonra da keçdik Qutumutu mağazasına. İnciyə dedim burada açılıb, bilirsiniz də qızlar ölür belə şeylər üçün. Keçək cürbəcür, belə rəngləri də o qədər gözəldir ki, adama gəl deyir. Adam istər-istəməz cəlb edir, baxmaq istəyir. Gözəl mağazadır. Demək olar ki, ancaq belə 5 yaşdan başlayır. Bir də hardasa 30 yaşa kimi deyim də belə qızlar üçündür. İçərisində ancaq belə cicili-micili bir şeylər var idi. Biraz da sizlər üçün çəkdim. O gün çəkmişdim bilirəm, amma bu səfər İnci götürüb əlində incələdikcə dedim bir yenə çəkim. Bəlkə də maraqlı olar. Bu arada Azadlıq metrosunun çıxışında yerləşir bu mağaza. Eyni zamanda 1 manatlıq mağaza ilə yan-yanadır. 1 manatlıq mağaza da bura ilə 1 manatlıq mağaza ikisi çox yəqin ki eyni adamındır. Çünki baxsan ki nümayiş elətlərində ikisində də eyni adamlar reklam edir. İndi bunlar moddadır. Bunlardan uşaqlara tad-zat düzəldirlər, güllər, çiçəklər düzəldirlər. Məsələn, adını da deyirdin, adı bilmədim nə idi. Yəqin sadə güzgüdür. 4 manat. 4 manat 50 qəpik. Nə var inci balacalar üçün dırnaq, yoxsa balacalar üçündür? Balacalar. Bəbə balaca qızlar üçün. O bunlar ha. Arxasında da yapışqanları var. Götür da istəyirsənsə. Islamasına qoymadan. Sən aç, mən gəlmirəm. Niyə? Buradan yaxşıdır da, buradan çəkim sən aç. Aç görək kimlər var. Temu kargomuz gəldi. Nəhayət ki, neçə gün gözləmədən sonra gözləmə olmaya da. İnci neçə gündür? Ay neçə sıfırmışdı? 12-si. Bu gün də ayın 26-sıdır. Bunu oğluma vurmuşdum. Döşəkdir. Yatında. Bir aç da, belə aç, salafandan çıxart, baxaq. Çıxartcan. Bura döşəkdir. Qolbaqlar. Bu nə qəşəkdir. Onun başqa rəngi. Onları qoyub silərə keç.
Bu canım kabrum. Bunu neçəyə vurmuşdum? 3-4 manat idi deyəsən. Bunlar ne? Onlar nədir? Yarım kaldı. Rəngi də qəşəngdir. Amma qışa yaxşı olar məncə. Nəysə qəşəngdir. Hamısı ilandır ki, ayıncı. Hamısını onu bahset. İlan seti. İçinde qara da var. Bu da qəşəngdir. Bu qəşəngdir. Bu sadədir. Aşağıdan tut. Ha, bu da qəşəngdir. Mənə bu xoşuma gəldi. Sen içinde görürsün. 10 tane olmalı. 2, 4, 6, 8, 10 dənədir. Üzüklerini koymuşum. Bu da əyilifdinci. O, super. 2 tane vursan. Yo, 2 dənə Ha, yox. vurmamışam. Yo, Fərqli-fərqlidir, yo. Fərqli-fərqlidir. Bax, boyları fərqlidir. istiyorsun. Bunun burası fərqlidir. Çok teşekkürler. Bu qəşəngdir. Bu da qəşəngdir. Bu da qəşəngdir. Özdə yüngüldür. Devran içinde Bir dəqiqə. olacak çünkü. Çok güzel. Qəşəngdir. Tax barmağını. Bu da düzeldilenler de. Bu barmaq. Bunu da tax. Hansı tutarsan hansından. Adi qırmızı sırğa. Bak. Bu da qolbaq setidir. Ben Hamısı sənindir. Güya mənim nəsə var ki. Noppa. Nədir pisdilər? Ne bak bulmuştum. Ha bak izlesem bunu bulmuştum. Skeletlər. Çok güzel. Bunlar şeyler teknoloji. Size yap. Qolbaqlar. Bu qəşəngdir. Bu nədir? Bu da Vaqifə vurmuşdum. Bakın ya. Qara üzüklər. Hörümçəyin arxasına bax, nə boyda da. Ben çektim. Vaqifin kabrosu. Qəşəngdir. Bak. Oha. Valla bunlar hamısı belə tax, üstə görək nətər olur. Bunu da tax. Tamam. Teşekkürler. İncinin hörümçəkləri. Bir belədir. Bu qaradır. Bu mənimkidir. Vura gör özümə nə vurmuşam. Zibil salafanlarını qoymaq üçün setka. O nədir? Nəsə çıxdı yenə. Takıldım ha. Onu da çıxart baxaq. Nedir? Nədir? Qara sırqalar. Yenə qara. Nədir ayıncı? Üçlüdür. Bir tane var içinde. Dörtlüdür. İki tuttu. Hə. Hə, qəşəngdilər. Sıkışıktılar. Bu biraz ağırdır. Bu yaxşıdır. Bu da mənim. Şöyle Dayanıyor. Bunun arxası belə zibil salafanlarını dedim içinə yumrulayıb ataram. Şkafın qapısının içəri tərəfindən vuraram belə. Arxası da yapışqanlıdır. Başqa nə var? Buranı da rəng eləmişəm. Göy getmir özdə. Açıq idi onun ağzı. Bu da mənim konventin nə demək daha önce? Bu ay bir ulduz, bir dənə də ay. Bir dənə də maçalkalar qoymaq üçün onu açıb göstərərəm. O mənim influencer ışığımdır. Bir dənə özümə influencer ışığı vurmuşam. Qalmadı içinə. Bunu da axırda açaram. Bir dənə sən onu baxım. Bir dənə inciyə. Belə bir pijama dəsti. Aç. Baş tərəfindən açılır. Aç ayıncı. Bu köynəyi. Qəşəng uzun köynəyi var. Esrazmir. Bir də şortiki var altdan geyinməli. Çatan. Qəşəngdir. Parıldır. Mübarəkdir. Sağlıqla. İncinin ad günü hədiyyəsidir o. Bu da yapışdırırıq belə. Burasına maçalka qoyuruq. Maçalkanı tutar mı? Təəssüf bilmirəm. Nəysə bunu yapışdırarıq sonra bir rənti. Bunu bu özümə vurduğuma bax. Bu qədər vur. Ev əşyaları onlarda. Bir dənə bu. Bir dənə bu. Aslında ben vurdum şöyle. O sırada sən vurduğun dəmir dümürlər. Nə qədərdir? Hə? Bir şeydir. Alın. Bunu da açaq. Çıkmışlar. Yarısın ikinci şeyden.
dastavkası bilirəm. Mən bunları hələ yerləşdirdim. Allah bilir, hələ şeylərdə çatdırdım. O birisi vurduqlarımız gəlsin, o birisilərin içinə. Bu belə sancağı. Bu adaptörü. Bu da ki özü. Bu harasından yanıb sönür? Yoxsa yanıb sönməsi yoxdur. Buradan. Bu sən üçün şahsi. Zaryadkası yoxdur. Nə qaydı var ki? Artırıb azaltma ışığını. Bir də 3 modu var. Belə bir şey. Qəşəkdir, hə? Bu da ümumi. Vurduqlarımız. Mən bir şey alacaqdım. Daha da tutacağım. Bunları da qəşək yerini sabitləyim. Qızlar, bir dənə tortum var idi. Onun üzərinə bəzəkləri üçün belə böyük başlıqdan istifadə edəcəm. Bir də üzərində balaca güllər var. Onun üçün də bu balaca başlıqdan istifadə edəcəm. Burada da başlıqları çıxartmışam. Şamları da burada. Bunu da gərək götürəm, başqa yerə qoyam. Əmin altında işlətdikcə işlədilənləri atmışam belə bu qabın içərisinə. Bu ikisindən dediyim kimi istifadə edəcəm. Bunun nömrəsi varmı? Var, hə. 35B'dir. Bundan bir də ki, bu digər balacadan. Bu biraz daha balaca olsa daha yaxşı olardı. Amma heyif ki, yoxdur elə balacası. Buna görə bu ikisindən istifadə edirəm. Qoydum qızlar böyük başlıqla belə qəşək alındı, pis deyil. Keçim üzərinin bəzəyinə. Üzərində elə bir bəzəyi yoxdur, balaca kremlə gülləri var. Bir də ki, üstündə yazısı var. Üzərinin bəzəyi üçün, çiçəkləri üçün kremə biraz bənövşəyi rəng qatdım. Biraz ağ, biraz yaşıl bu rənglərdən istifadə elədim. Bunu da adi elə salafanın başı biraz kəsib elə qoydum çiçəkləri. Yəni əlavə bir başlıqdan istifadə eləmədim. Əsas bənövşəyi rəngi idi çiçəyimiz. Bir də ki, ağ rəngi idi. Ağ rəngdə yadımdan çıxıb saxlamamışam. Elə biraz da çaldığım qabın dibində var idi. Onu hazırladım, ondan qoydum. Əsas çiçəklər bənövşəyi idi. Kənarlarını da eyni həmçinin belə balaca nöqtələr qoyaraqdan güllər hazırladım. Yəni gül üzərində qoydum elə tortun. Belə oldu. Şirin, qəşəng bir tort alındı. Üzərinin yazısını da şəkər xəmirindən çıxartmışdım. 18 yaş tortuydu. Sadə və gözəl. İndiki gənc xanımlar, belə deyim də, gənc sayılırlar. Qəşəng sadə tortlar sevirlər. Daha əvvəlki kimi qarma-qarışıq, üzəri şəkər xəmirli tortları yeni nəsil moddan salır. Xanımlar, bura kimi videonu izləmişsinizsə bəyənməyi də unutmayın. Mən də davam edeyim tortun bəzənməsini göstərməyə. Bu şəkildə xətt çəkirəm. Yanına da sanki yarpaqmış kimi 2 dənə belə kənardan xətt. Bu da olur onun yarpaqları. Dediyim kimi yanlarına da çiçəklər qoydum. Ağla da qoydum. Baxın, bir damcı ağ krem qalmışdı. Yenə eyni formada ağla da qoydum. Görünüşü belə oldu. Təbii ki, hərflərin üzərində zərrədim. Belə şirin, gözəl bir tort alındı. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. Sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Videonu bəyəndinizsə bəyənib rəy yazmağı unutmayın.